Salam değerli dostlar, değerli izleyiciler. Bugünləri Binəqə şəbəsində sizlərə çox möhtəşəm və gözəl 3 sotun içində olan bir möhtəşəm həyat evimizin çəkilişinə gəldik. Evimizin dört bir tərəfinə, ətrafını rahat bir şəkildə fırlanmaq olur. Qış ayı olmağına baxmayaraq evimizin bərəkəti o qədərdir ki, evimizin həyətində hətta hələ də badımcanlar, bibarlar və s. kimi hər bir şey yetişir və bitir. Değerli dostlar, özünüz də baxa bilərsiniz, görə bilərsiniz. İnşallah mən sizlərə çalışdığım qədər yaxından çəkəcəm badımcanlarını, merini, meyvəsini, hər bir şeyini. Buyurun, baxın və görün. Değerli izləyicilərimiz, tam necə lazımdır şəraiti var. Buyurun, bibarlarına baxın, hamısı yekə-yekə, öz həyətindən, hətta yeyir. Deməli, dostlarımız, ev həyətində əncil ağacları, pərpətönü öz-özünə bitir. Baxın, yolka ağacları, digər belə bitkiləri, hər bir şey, acı bibarı, badımcanı, hər bir şey var da yan həyətdə. Portağala qədər, mandalinə qədər hər şey hazır. Nanələrə baxın dostlar, nanələr. Hər cürə, Yapon əzgilinə qədər, King Konga qədər dostlar, hər şey öz həyətində var. Bura Lənkəran deyil, Masallı deyil. Bura Binəqə şəbəsidir. Dostlar, gəlin, həyatınızı yaşayın. Həyətində manqalı, qazı, suyu, işığı daimi. Ev qoşadaş, hər tərəfini rahat fırlan. Həyəti yaşıllıq, kombisi, pütümütkası, xətlərin hamısı mövcuddur. Pütümütkası da var, hər bir şey həyəti hazırdır. Demək olar, evdə 50-50 əşyalar qalır. Çox şey götürmür, hətta 50-50 yox. 70% qalır, 30% götürülür. Gəlin bura. Dostlar, gəlin bura. Evimizin içi koridoru qəşəng səliqəli. İnternetinə qədər var. Koridor o qədər genişdir ki, gördüyünüz kimi divan kreslodan belə yığılıbdır. Xanımlarımız nəzərə alıram, mətbəxini çəkirəm. Mətbəxdə bir dənə o xaldenik götürülür. Qalan nə ayırırsınızsa hər şey qalır değerli dostlarım. Stoluna qədər hər bir şəraiti var. Hamısı qalır. Keçək evimizin qonaq otağına. Dostlar, evimizin qonaq otağı gördüyünüz kimi çox səliqəlidir, genişdir, iridir, normalinidir. Evimizin yataq otağı dostlar, gördüyünüz kimi qəşəng, geniş, iri yataq otağıdır, çox səliqəli. Evimizin burada sizə göstərim digər yataq otağı. Değerli izləyicilər, baxa bilərsiniz. Geniş, iri, səliqəli, real alıcılar buyursunlar. Ayşun xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. Allah hər kəsə xeyirli versin, ruzlu bərəkətli olsun. Zəng edin, bu evin sahibi olun.